Salam Qədirzadə, toydan sonra nağara hekayə. Yoldaş Zərgərli, ayın 10-da axşam saat 8-də sizi öz xanımınızla birlikdə toya dəvət edirəm. Zavod direktoru təntənə ilə deyilən bu sözləri eşidəndə təəccübdən sanki yerə mıxlandı. Qalın qara qaşlarının biri gözünün üstünə indi, o birisi alnına dartınıb yay kimi əyildi. Bura bax Səfdər, xoşum gəlmir sənin bəzi hərəkətlərindən. Niyə ki? Ayıbdır, mən bu boyda zavodun direktoru bircə dəfə evlənmişəm. Onunla da kifayətlənmişəm. Sənə nə olub? Keçən il özünə arvad almadın, toy eləmədin. Yenə bu nə hoqqadır çıxarırsan mənim üçün? Səfdər gülümsədi. Siz məni başa düşmədiniz yoldaş Zərgərli. Bizim sexin ustası Həsən ağa ikinci sexdən bir qızla evlənir. Xeyr iş onlarınkidir. Mən təşkil eləyəniyəm. Zərgərlinin üst dodağı, royal qapağı təkin yuxarı qalıqdı, klavşlara oxşar iri ağ dişləri açıla qaldı. Belədir, Həsən ağanı yaxşı tanıyıram. Zirək oğlandır, özü də komsomol. Əsl evlənmək vaxtıdır. Elə sevdiyi qız da komsomolçudur. Gənclərin toyunu zavodumuzun yeməkxanasında eləmək istəyirik. Hətta onu da qərar almışıq ki, gəlini sizin maşında gətirək. Demək o gecə mən qalıram piyada, hə? Nə olar, lap yaxşı. Tramvayla gedərəm. Zərgərli ağır-ağır addımlayaraq darvazanın ağzında dayanmış maşına əyləşdi, sonra başını pəncərədən çıxarıb arxadan onu eşitdirdi. Sabah bu barədə bir də götür qoy elərik. Səhərisi nahar fasiləsində direktor Səfdəri yanına çağırtdırdı. Otur! Bir görün bu sevdalı cavanların toyunu nə sayıq keçirmək fikrindəsiniz? Məsələ belədir ki, yoldaş Zərgərli, yerli komitənin sədri kimi bu işə mən vəkil edilmişəm. Demək, arvadlı kişili toplanacaq məclisə, gecəyə kimi yeyib içəcək, çalıb oynayacaq, iki kəlmə xoş sözlə bəylə gəlini tapşıracaq, bir-birinə dağlaşacaq. Vəssalam, 5-6 nəfər də yarışdığımız qonşu zavoddan qonağımız olacaq. Direktor əlindəki qırmızı karandaşı stolun üstünə atıb ayağa qalxdı. Sən deyən partizanlıqdır. Elə yaramaz, qardaş oğlu. Hər şey əvvəlcədən ölçülüb biçilməlidir. Özü də əməlli başlı. Yəni, ağılla, kəllə ilə tərcüməsi belədir bunun. Zərgərli kabinetdə bir dövrə vurub yerində əyləşdi. Ərə gedən qız, deyirsən, ikinci sexdəndir? Bəli. Bu da məni açmadı. Axı, siz belə xeyir işə pəl niyə vurursunuz yoldaş? Bilmirsən, vəziyyət nə sayaqdır? Bala, ikinci sexdə plan onsuz da ləngiyir. Bu xeyir işin zərəri orasındadır ki, toydan sonra təzə gəlin qanunla 3 gündə işə çıxmayacaq. Başa düşdün ki, nə üçün narahatam? Zərgərli bir an fikirləşib sözünə əlavə etdi. Bəlkə Həsən ağanı dilə tutaq 3-cü sexdən evlənsin. Səfdər gülməyini zorla saxlayıb eyhamla cavab verdi. Ağıllı məsləhətdir, ancaq kəbinlərini kəstiriblər. Görürsən necə öz başınadırlar? Çətin məsələdir onları düzəltmək. Hanı siyahınız adınız varmı? Bir baxaq görək toya kimləri çağıracaqsınız. Bari qonaqları yanında biabır olmayaq. Var yoldaş Zərgərli, Səfdər qoltuq cibindən çıxardığı 2 vərəq kağızı direktor uzatdı. Buyurun, bu oğlan evinin, bu da qız evinin adamlarıdır. Zərgərli siyahıları qabağına qoyub peysərini qaşıdı. Yaxşı, oğlan tərəfin adamlarını tanıyırsan kimlərdir, necədir? Həsən ağanın heç kəsi yoxdur, uşaqlıqda yetim evində böyüyüb, sonra da sənət məktəbini bitirib. Toyunda iştirak eləyənlərin hamısı elə öz sexlərindən olacaq. Direktor çənəsini ovuşdura sirr sifətini turşutdu. Onda oğlan evin adamları demə də. Bəs nədir? Onun düzgün formulirovkası bilirsən necə olar? Deyə Zərgərli Səfdərə baxdı. Xeyr, oğlan sexinin adamları. O siyahıları əvvəlcə yuxarıdan aşağı, sonra da aşağıdan yuxarı diqqətlə nəzərdən keçirdi və kiminsə adının üstündən qırmızı xətt çəkdi. Səfirəni toya çağırmayın. Siz nə danışırsınız? O mütləq gəlməlidir. Xeyr, vacib deyil, zəhləm gedir ondan.
Bir həftədir mənə salam da vermir. Adamı görəndə üzünü yana tutub keçir. Yerinə başqa bir qız salarsınız. Yoldaş Zərgərli axı. Səfdər sözünü deyə bilməyib qəhqəhə çəkəndə direktor biraz da ciddiləşdi. Məncə burada gülməli heç nə yoxdur. Səfura toyda iştirak etməyəcək qurtardı. Elə şey olar. O gərək lap başda belə yanaşı otursun. Axı Səfura gəlindir. Elə onu görə də sizdən utanır. Paho, ərə gedən odur. Bəs mənəm. Bu toydan gözüm heç su içmir. Direktor sustu. Səfdər söhbəti bitmiş hesab edib ayağa qalxdı. Mən gedim yoxsa? Get. Ancaq gərək vaxt tapıb bu məsələni ikilikdə bir də götür qoy eləyək. Ertəsi gün Zərgərli Səfdəri yenə qarşısında oturtmuşdu. Bilirsən sənə nə üçün zəhmət vermişəm? Deyirəm bəlkə toy qabağı balaca bir iclas çağıraq. Öz aramızda çıxışları bölüşdürək. Məlum olsun ki, kim danışacaq, nə danışacaq. Yoxsa hərənin başından bir avaz gələr. Səfdər eşitdiklərinə inanmadı. Siz hansı çıxışlar nəzərdə tutursunuz, yoldaş Zərgərli? Əşi, sağlıqlar deyirəm də. Nə get çatır sənə? Bu dəfə görünür Səfdər direktorun yanına hazırlıqla gəlmişdi. Söz üçün məhdəl qalmadı. O barədə tamamilə arxayın ola bilərsiniz. Toyda sizdən başqa bir kişi ağzını açıb danışmayacaq. Deyə Zərgərlini nigarançılıqdan qurtardı. Tamada özünüzsünüz. Lakin ortaya başqa bir məsələ çıxdı. İndi də direktor menyuda nələr olacağı ilə maraqlanırdı. Məclisə lap yüngül yeməklər veriləcək, deyə Səfdər aşpazın hazırlayacağı xörəkləri bir-bir sadaladı. Bəsit ki, eşitdiyimə görə 3 yeşik araq çaxır almışsınız, doğrudur? Bəli, ancaq bir yeşik badamlıdır. Zərgərli gözlərini qıyıb müsahibinə tərəf əyildi. Hə, burada bilirsən nə eləmək lazımdır? Xeyr. O araqların hamısına su qatmaq, kim nə qədər istəyər, içər. Heç kəs də keyflənməz. Yaxşı deyil, yoldaş Zərgərli. Niyə yaxşı deyil? Rəhmətliyin oğlu restoranlarda qatmırlar. Bizim fəhlə yeməkxanası onlardan artıqdır. Sənə nə deyirəm, qulaq as. Bizdə bir şey anlayır ki, yox. Baş üstə, istəyirsiniz lap çaxırlara da su qatım. Pis olmaz. Bir-iki butulka təmizindən qonaqlarla özümüz üçün saxlasan bəsimizdir. Demək, bu məsələni də belə razılaşdıq. İndi qaldı bu xeyir işin o biri cəhəti. Musiqisi, oxumağı, oynamağı. Onların hamısı zavodun öz fəaliyyət dərnəyindən olacaq. Proqramla da qabaqçı konsertlərdən tanışsınız. Nağaraçı yenə də o sarıyanız oğlandır. Bəli, birinci sexin çilincəri Nurudur. Necə işləyir? Belə də babatdır. Dəyiş onu. Qonşu zavoddan gələcək qonaqların yanında başımızı yerə soxmasın. Qoy bir başqası pis çalsın, ancaq qabaqçıl fəhlələrdən olsun. Bu həftənin axırına kimi çalmağı öyrənsin, sonra göndər mənim yanıma. Nə deyirəm ki, ayrı sözünüz yoxdursa mən mürəxxəs olum. Ol. Sonra bu məsələni kilikdə bir də götür qoy edərik. Axırıncı dəfə Səfdər direktorun kabinetinə gülə-gülə girdi. Buyurun, eşidirəm sizi. Zərgərli yenə işgüzarcasına sözə başladı. Biz gənclərin toyunu yüksək, həm də siyasi-ictimai səviyyədə keçirməliyik. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Mən fikirləşib belə bir plan tökmüşəm. İstəyirəm təzə gəlini məclisə gətirəndən sonra yeyib-içməzdən qabaq zavodun gələcək planlarından, oğlan sexinin və qız evinin adamlarına çox yox, 50-55 dəqiqəlik qısa bir məlumat verim. Necə olar? Yaxşı olardı, ancaq qulaq as, sözümün canı var. Ona görə də gərək sex müdürlərinə tapşıram. Lazımi faktları toplasınlar, məruzəmə hazırlaşım. Bunun üçün də mənə azı 5-6 gün vaxt gərəkdir. Dediyim odur ki, istər-istəməz cavanların toyunu bir həftə təxirə salmalıyıq. Sonra məsləhət bilsək, bir də əyləşib götür qoy elərik. Məsləhət bilmirəm. Niyə? Biz dünən götür qoy elədik, yaxşıca toy elədik.
Zərgərlinin qalın qara qaşlarının biri gözünün üstünə indi, o birisi alnına dartılıb yay kiməkdir. Harda? Səadət sarayında. Bu vaxt qapı açıldı, bir oğlan içəri girdi. Direktor onu görsək üstünə çımxırdı. Sən kimsən? Özünüz demişdiniz, nağara çalmaq öyrənib gəlmişəm. Səfdər bığlarının altında qımışdı, zərgərli üzünü gələn oğlana tutub zarıdı. Toydan sonra nağara?